Ayətullah Şirazi adında bir alim vardı, dünyasını dəyişib. Ayətullah Muhyiddin Hairi Şirazi. Şirazilər çoxdur. Onun maraqlı bir açıqlaması vardı. O buyururdu ki, İmam Zaman ağa gəlməmişdən qabaq, axirət zamanda Allah Taala imtihanlar eləyəcək. Qulaq asın, çox mühüm sözdür. İmam Zaman ağanın zuhurundan qabaq, axirət zamanda elə imtihanlar olacaq. İnsanlar iki yerə bölünəcək. Kim Allahın vilayətindədir, hakimiyyəti altındadır, kim şeytanın. Kim Qur'anın hakimiyyətindədir, kim Qur'anın düşmənlərinin. Kim Əhl-i Beyt imamlarımızın vilayəti altındadır, kim də İslam düşmənlərinin. Və onun təbiricə desəm, dünyada iki dənə vilayət olacaq. Ya Əhl-i Beytin vilayəti, onun bayrağının altına keçməlisən, ya da Yahudilərin vilayəti, Sehyonistlərin, o bayrağın altına keçməlisən. Sonra görün nə deyir? O buyurur ki, əgər İsraildə bir yaşayan, vicdanı təmiz, fitrəti pak insan olsa, o oradan çıxacaq, bizə qoşulacaq. Onun sözüdür. Amma bizim aramızda, bu məsciddə bizlə namaz qılan, alnı qabar bağlayan, dizləri qabar bağlayan biri olsa, amma imanı, vicdanı onların vilayətinə olsa, o bizim aramızdan çıxıb gedib İsrailə qoşulacaq. Onun sözüdür. Doğrudan da belədir. Həqiqətə belədir.